9 may çox önəmli bir gündür. Faşistlərə qarşı qələbə. Artıq bütün dünya bu məsələdən xəbərdardır. Bu haqda danışmağa dəyməz. Amma bəzi məsələlər yerə vurğulanır. Bu dünya müharibələrin yaradanlar kimlər olubdur? Bunların özləri. İndi özlərin centermen adlandırırlar, bəşər hüquqlarından danışırlar. Bəzilər də var, Almaniya bilirsiniz nədir? Almaniya bilirsiniz nədir? Avropa bilirsiniz nədir? Özləri belə etiraf edirlər və etiraf etməsələr də bunu tarix yazır və bizlər də bilirik ki, bəşərin başına, belə deyər, hansı faciələr gəlirsə, ən böyükləri bunlar tərəfindən yaranıbdır. Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi və hətta Şərq aləmində, müsəlman ölkələrdə baş verən müharibələrdə, fitnələrdə bunların birbaşa rolu var. Bax indi Pakistanla Hindistan arasında İsrailin PUA-ları, pilotları vurulur. Yəni gözünüzün önündə baş verir bu hadisələr və bütün dünya bunu bilir ki, siz sözdə millətləri, dünyanı aldada bilməzsiniz. Elə bu milyonların belə deyək, həlak olmasına səbəb olan müharibələri yaradanlar sizlərsiniz. Atom bombasına istifadə edənlər sizlərsiniz. Qırğınlar, müharibələr, faciələr yaradanlar sizlərsiniz. Müsəlmanlar deyirlər. Bu bir. İkinci məsələ budur ki, necə ki xalqlar yığışdı bir yerə, ölkələr yığışdılar, faşist rejimi məğlub etdilər nəhayətdə sonda və qələbə olunur, illərdir bu xatirələrdə qələbə kimi qalıbdır. Bugün nə gözləyirik xalqlardan? Bugün bunu gözləyirik ki, yenə də bu xalqlar yığışsınlar, Hitlerin üzün ağ eləyən, faşist rejiminə belə deyər, rəhmət gətirən bu sehyonist rejimində məhv eləsinlər.